Bugün Almuradov Rəhmanın ölüm gününü yad eləməyə gəlmişik. Almuradov Rəhman 92-ci il müharibəsində bir çox şəhidlərimiz kimi şəhidlik zirvəsinə yüksəlmişdi. Onun döyüş fəaliyyəti, biz hələ orta məktəbdə oxuyurduq vaxtlar, onun döyüş fəaliyyəti haqqında biz eşidirdik, hansı döyüş yolları keçmişdi. Məktəbdə tez-tez danışırdılar. Rəhman Qoçaq, qorxmaz, bir idik kimi tanınırdı. Əfqanistan Çox Əfqanistan müharibəsində iştirak edildi. İctimai təşkilatın bir nümayəndəsi kimi demək istəyirəm ki, 92-ci il müharibəsində bütün şəhidlərimiz kimi Rəhman da öz qoçaqlığı, qəhrəmanlığı ilə hamıdan seçilmişdi. O dövrdə şəhid olan bütün şəhidlərimizə Allah rəhmət eləsin. Qəbri nurla olsun, məkanı cənnət olsun. Qəlbimizdə həmişə əzizdir. İctimai təşkilat da həmişə şəhidlərin ruhunu yad edir. Biz də bugün Rəhmanın ruhunu yad edirik. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Şəhidimizin böyük qardaşı Almuradov İman əmidən bir neçə kəlmə eşitmək istəyir ki, qardaşı haqqında nələr bilir, nələr olur, daha doğrusu ən gözəlini o kişi bilir. Xahiş edər ki, bir neçə kəlmə o haqda bizə məlumat verərdi, biz də onu işıqlandırardı. Bütün Azərbaycan xalqı da bilərdi ki, Rəhman kim olubdur, harada yaşayıbdır, Əfqanistanda olubdur, Qarabağ döyüşlərində mükəmməl iştirak edibdir. İman dayıdan xahiş edərdi şəhidimizin qardaşından bir kəlmə danışardı. Mənim qardaşım Almuradov Rəhman Məhəmmədoğlu 1953-cü ildə indiki bu Tərtər rayonunun Ələskərli kəndi anadan olubdur. Orada birinci, ikinci, üçüncü sinifi də orada məktəbdə oxuyubdur. Sonra təbii ki, biz yaşayış yerimizi dəyişib gəlmişik Səhlabata, burada yaşamışıq. O həddi buluğa çatanda hərbi xidmətə çağırılıb, Moldaviyada girib xidmət edibdi. Və orada o vaxt ki, dövr zamanın tələbi idi. Orada yaxşı işlədiyinə görə, yaxşı xidmət elədiyinə görə onu o vaxt orada partiya keçiriblər, komsomola keçiriblər. Orada onu instituta göndəriblər, instituta gedib ali təhsil alıbdı, oxuyubdu. Sonra müəyyən bir vaxt işləyəndən sonra onu dövlət onu göndərib Əfqanistana, deməli 3 il getdi Əfqanistanda bir mütəxəssis kimi orada Əfqanistanda oldu. O da indi stolun üstündə də var. Mikhail vaxtki dövlətin başçısı Qarbaçovun imzası ilə ona fəxri fərman verilibdi, internasional qoşunu yerinə yetirdiyinə görə. Və ondan sonra bu Qarabağ müharibəsi başlayandan sonra Rəhman Əfqanistandan oradan tərxis olundu, gəldi bura. Burada da kəndimizin uşaqları kimi o vaxtı belə idi ki, biraz da hərci mərcili idi, ümumi bir, necə deyirlər, nizam intizam yoxdur, belə. Bu da qoşuldu kəndin uşaqlarına belə. Özünü müdafiə kimi. Bəli, özünü müdafiə batalyonu yazıldılar, Tərtər özünü müdafiə batalyonu yazıldılar. Getdilər döyüşə, orada kəndin adı nə idi o kəndə, bilmirəm. Lüləsas kəndi. Lüləsas kəndi uğrunda gedən döyüşlərdə, Ağdərə rayonu Lüləsas kəndi uğrunda gedən döyüşlərdə orada şəhid olmuşdu. Nə deyim qardaşım, indi o döyüş yoldaşları, onunla kənd cəmaatı hamı tanıyır, bilir, nətər oğlan olub, nətər cəsur olub, nətər döyüşçü olub, istər Əfqanistanda, istər öz vətənimizdə. Əlbəttə onlar qeyd qala bilməzdi, bizim torpaqlarımız, ondan sonra vətənimiz dar bir ayaqda duranda, olanda o başqa yerdə qalanməzdi. O da öz silahını götürdü, belə vətənimizin, torpaqlarımızın müdafiəsinə getdi. Axırda belə şəhid oldu. Hansı vaxt şəhid oldu? Hə, deməli, 93-cü ilin may ayının yaralandı, 3 gün salamat qaldı, 2 gün, 3 gün Qoçistada qaldı. Sonra 22-si, 23-ü dünyasını dəyişdi. Allah məqamı yüksək eləsin, Allah rəhmət eləsin. Şəhidlər heç vaxt unudulmur. İstər 1-ci Qarabağ müharibəsinin şəhidləri, istər 44 günlük müharibənin
şəhidləri. Demək olar ki, Rəhman kimi bizim şəhidlərimiz, qazilərimiz, Allah qazilərimizə can sağlığı versin. Şəhidlərimizin də qəbri nurla dolsun, məqamları yüksək olsun. Demək olar ki, 80% torpağımızı 1-ci Qarabağ müharibəsinin qaziləri, şəhidləri qorudu, saxladı. Bu 2020-ci ildə 44 günlük müharibədə, demək, indiki o bünövrə qoyuldu ki, 44 günlük müharibədə də qayıtdıq, öz işğalda olan torpaqlarımızı biz azad elədik. Bizim bütün Azərbaycan xalqının, bütün Azərbaycan millətinin hamımızın boynunun borcludur ki, bugünkü gündə şəhidlərimizi yadımızdan çıxartmayaq, xatırlayaq, onlar haqqında, onların qəhrəmanlığı haqqında məlumatlarımızı verək, gələcək nəsil üçün örnək olsun. Bir də bizim şəhidimizin adına Səhlavat kəndində bu böyük başa çatıbdır. Ancaq Ələskərli kəndi, qonşu kənddə şəhidimizin adına olan məktəb, orta məktəb, tam orta məktəb fəaliyyət göstərən bir məktəbdir, müasir tipli bir məktəbdir. Allah şəhidimizə rəhmət eləsin, qəbri nurlan dolsun, məqamı yüksək olsun. Biz öz kəndimizin icra nümayəndəsi, Səhlavat kəndi icra nümayəndəsi Cəbrayıl müəllimə xahiş edirəm, şəhidimiz haqqında məlumat versin yenə də. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Almanov Rəhman yəni qeyd olundu, Əfqanistanda olub, orada xidmət edib, orada oxuyub Moldoviyada. Bu hadisələr başlayanda Rəhman qayıtdı gəldi Azərbaycana, Səhlavat kəndinə. O dövrdə bir daşlaşma başladı. Daşlaşmadan başladı. Sonradan bu keçdi ağaca, yavaya, lapatlıya, sonra qırmalıya. Belə bu davam elədirsə, bu Səhlavat kəndində, o cümlədən sərhəd kəndlərin hamısında postlar vururdular, kənddə bir neçə yerdə. Hətta orada dəhrə, balta, yava götürənlər də vardı. Bu rəhmətli Rəhmanda o postlarda hərlənirdi, o hərbidə olmuşdu. Əfqanistanda olmuşdu. Ona görə də o daşlaşmadan o hərbinin sonra gəldi, müharibə oldu. Müharibəyə getdi, birdən oturub o daşlaşma, o dövrlərdə söhbət edəndə Rəhman əslən Qərb Azərbaycandan idi. Yəni o evin balaca uşağı idi. Qardaşları, bacıları Qərb Azərbaycanda anadan olmuşdu. Rəhman gəlib burada dünyaya gəlmişdi, Ələskərli kəndində. Ona görə də onda biraz bu miskinlik var idi, bu vətənpərvərlik, bu qeyrət, bu millətə sevgi, bu daha da biraz da saç təbiətdə da çox danışanlar. Bir onu deyirdi ki, bu Rus imperiyası olmasa biz o torpaqlarımıza da gedir, amma bizim qarşımızı kəsən budur. Amma yenə də bugünə şükür, Allah şəhidlərimizə, şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Yəni o dövrdən təməl qoyuldu, o dövrdə biraz boşluq, özbaşınalıq, hədsiz dərəcədə idi, çox idi. Amma yenə də bu Azərbaycanlı deyək də türk döyüşən millətdir. Azərbaycan mən deyərəm ki, türklər də döyüşən millətdir. O vəziyyətdə bu torpaqlarımızı sağladılar. Ordu yarandı, Allah onlara rəhmət eləsin. Ordu yarandı, Allah prezidentimiz də canı sağ eləsin. Yarandı, 44 gün müharibəyə bu torpaqları biz azad elədik. Amma yenə də o rəhmətli şəhid olan rəhmətli Rəhmanın bir sözü, o Qərbi Azərbaycanın miskini, mən ona da inanıram ki, bizim prezidentimiz o torpaqları da qayıdacaq o torpaqlarda. Onu da Rəhman kimi Qərbi Azərbaycandan o həsrətdən yaşayan, onların ruhu yenə şad olacaq. Allah rəhmət eləsin, Allah sənə can sağlığı versin, belə şəhidlərimizi işlandırırsınız. Sağ olun. Rasim müəllim, bir daha sizə təşəkkür edirəm. Siz bir ictimai təşkilat olaraq xanım unutur, belə kənddə olan şəhid ailələrini yad edirsiniz, onların valideynlərinə təskinlik verirsiniz, ondan sonra belə kömək durursunuz. Bunun özü əvəzsiz bir köməkdir, bunu heç nəylə ölçmək olmaz. Bu, belə bir şey bazarda satılmır, deyərsən ki, gedib bazarda alacam belə. Bu, ürəkdən gələn sözlər. Olmasa gözdən yaş çıxmaz. Bəli. Elə bir gün olmasın ki, mən o televiziyada şəhid haqqında baxanda öz minnətdarımızı bildiririk. Çox, nətər deyirlər, çox sağ olun ki, xalqımıza xidmət edirsiniz, dövlətimizə xidmət edirsiniz. Allah da sizin canınızı sağ eləsin, çox sağ olun.
Oradan Yasemen'i çağırıp bir gelsin, bir kəlmə də o desin. Bugünkü gündə bizi qəbul ediniz. Biz İctimai Dövlət Təşkilatı olaraq bizi qəbul ediniz. Əlbəttə bu bizim bu şəhidlərimizin xatirəsi elə bir tarix yazıb qoyub gediblər. Bunlar unudulası deyil, bunlar yaddan çıxası deyil, bunlar nətər deyirlər. Həmişə onlar bizim xalqımıza başucalıq gətiriblər, qəhrəmanlıq gətiriblər. Heç vaxt yaddan çıxası deyil. Bəli. Eğer o məktəb direktoruna danışırıq, İnqilablar, o da 17 tane onların şəhidləri var. Əslən Xocalıdan var. Deyir ki, biz əgər kimsə unudarsa, bizi kimi bir 50 nəfər olar, 50 nəfər. Yenə bir 50 nəfərə bir təbliğatla, ondan sonra bir qanuni şəkildə də bildirərsən ki, bizim şəhidlərimiz olubdur, bizi bu azadlığa çıxardan bunlar olubdur. Bugünkü bu bəzəkli otaqlarda yaşamağımız, durmağımız onların sayəsindədir. Bu təbii ki belədir. Bunu hamı bilir. Onları unutmaq olar mı? Heç vaxt olmaz. Heç vaxt olmaz. Mən fürsətdən istifadə edib, mən öz nətər deyirlər, bax Cəbrayıl müəllim indi rayon icra hakimiyyətinin nümayəndəsidir burada. Mən onun gözümün qabağından görürəm ki, kətdə sizinlə bərabər, siz də bütün kətdə olan şəhid ailələrini, onların ailə üzvlərini, onların özlərini, bütün necə deyirlər, istər yasda, istər bir xeyir işdə, istər hər hansı bir tədbirdə o yaxından iştirak edir, ondan sonra qabağa durur. Çox sağ olsun. Ondan sonra mən öz minnətdarlığımı bildirirəm. Sağ olsunlar, çox sağ olsunlar. Allah razı olsun sizdən. Müəllimə gəlir. Dedin? Gəlin.